Assalamualaikum arkadaşlar, yaxşımısınızlar? İcad İlim Fən Mərkəzimizə xoş gəldinlər. Bugün biz şart köptürüş təcrübəsi bilən yanartaq təcrübəsi işləyimiz. Ondaqda hazır şart köptürüş təcrübəmizni başlayıb gedəyik. Bu təcrübəyə keçirilən materiallar: karbonat, sirke, şar, varanka, botulka qatarlıqlar. Bişida varanka arqılıq maşarığa karbonatını töküp aldım. Alma sirkisini stakanga koyup aldım. Endi biz varanka arqılıq alma sirkisini botulkaga koyup almışız. Endi bu şarni botulkanın ağzına bekitip almışız. Şarımız köpüp attıdı. Arkadaşlar bana karalar şar köptü. Bunun sebebi kızık vatısılan deymen. Bunun sebebi bunda. Karbonatlı botulkağa tökken vaktimizde sirke bilen karbonat aralashıp təsirleşidi. Bu jarayonda karbondioksid oksid degan gaz paydo bulup botulkağa tolgandan keyin yuqori tarafga o'rlab sharning ichiga kirishga boshlaydi. Natijada shar köpüdü. Do'stlar, tajribamiz qiziqarliqmikan? Inshaalloh sizlarni cho'qim yaxshi qila olasizlar. Undaqda yanartaq təcrübəmizdə görüşəylik. Endi biz yanartaq təcrübəmizni başlap gedəylik. Sizlərni görüb turğunluqladıq. Ma botulkanın ətrafıga topa döyləb yanartığımızı yasıb aldıq. Onundan başqa karbonatlı ma botulkağa töküp aldık. Adın ma botulkağa mı alma sirkisini töküp aldık. Hem de ma piyalege mi renglendiricisini töküp aldık. Hem de tecrübemizde başlayıp gideyli. Aldı bilen ma karbonatını töküp alımız. Hem de renglendiricisini töküp alımız. Hem de ma'no bilan aralashtirib olamiz. Qancha aralashtirsak shuncha yaxshi. Arkadaşlar endi yanartığımız partlaş aldıda turvattıdı. Alma sirkisini koydum. Körüp turğunluqlardək yanartığımız partıldı. Bu təcrübəni yaxtırdınlarmı? Sizlərmi öydə sınab biqinlər. Yak qızqarlıq. Əmsə bugün müşahidə keygici bulsun. Allah'a emanet.